Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Yenə də ləzzət axtarışında bu dəfə gözəl bir bölgəmizə gedirik. Dostlar, havalar qızır, artıq üzü yaya gedirik. Meşələr yaşıllaşır, təbiət canlanır. Bəh-bəh! Otursan meşədə, yiyirsən quzu ətindən, içirsən sərin bulaqlardan. Bu dəfə yolumuz Şamaxının Dəmirçi kəndinədir. Bizi qonaq çağırıblar. Şamaxının Dəmirçi kəndinə aid yeməklər bişirəcəklər bizim üçün. Həmişəki kimi yola hardan çıxırıq? Şəhərin mərkəzində göl mənzərəli, möhtəşəm havası olan 2 prospektin tən ortasında yerləşən möhtəşəm Lake City'dən. Baş sponsorumuz Lake City'dir və sponsorlarımız Oba Marketlər şəbəkəsi və dadlı, ləzzətli Çayka şirniyyatları. Yollanırıq Şamaxının Dəmirçi kəndinə. Amma ekip burada olmalıydı. Uşaqlar haradadılar? Bunlar yığışıblar burada. Buna bax, buna bax. Sən bunlara bax. Bunlar futbol oynayırlar. Gel. Uşaqlar, gecikirik. 1-2 saat en azından yolumuz var. Ay uşaqlar. Maşallah olsun, Lake City'nin ərazisi o kadar genişdir. Parkı, uşaq meydançası. Bunlar da uşaqlığı düşüb yadlarından. Futbol oynayırlar. Uşaqlar. Gəlin də, da geçdi yaxı. Bu. Hatta. Tez ol da. Ay kişiler, ay gecikirik. Şamaxıya gedirik. Gel koşul bize çiçi oynayak da. Buna bakayım, buna bakayım. Benim operatoruma bak ya. Deyir gel koşul 2-2 oynayaq. Emniyem sözümü. Ne oldu? Dur ha. Belim tuttu. Verişi ne de çekeceksin? Veriş ne de olacak? Veriş kaldı. Bugün bizi bir güzel insan Akif dayımız öz məkanına dəvət edib. Orada onun bir istirahət məkanı var, özü dağların qoynunda. Dedi ki, sizin üçün qəşəng Şamaxı yeməklərindən hazır görmüşəm. Gəlin burada bir o yeməklərin dadına baxın, sonra da bizi harası aparacaq. Yaxın qohumu gilə dedi ya uşaqlar, nənəsi gilə Dəmirçi kəndində yaxın bir qohumu gilə aparacaq. Yaşlı bir nənəmizin evinə aparacaq. O kadar şirin nənədir ki, görüntü ilə biz də onunla danışmışıq. Çok güzel insandır. O da bizi səbirsizliklə gözləyir Dəmirçi kəndində. O da bir neçə yemək hazırlayıb bizim üçün. Yay gəlir, təbiət canlanır. Bilirsiniz də, bu Şamaxı çox gözəldir. Onu da deyim ki, getdiyimiz məkan xoşunuza gəlsə, artıq biraz sonra yay ayları başlayır. Əsl təbiətin canlandığı vaxt. Bilirsiniz də, Şamaxı təbiəti ilə çox seçilən bir rayonumuzdur. Gəlin, arada istirahat edin, beyniniz dincəlsin. Vallahi 5 günlük dünyadır. Çatırıq deyəsən biz, ha?
Gəldi, çatdıq nəhayət ki. Selamun aleyküm. Ay salam aleyküm. Salam. Necəsən? Necəsən? Keyfiniz əhvalınız necədir? Şükürlər olsun. Yaxşısınız. Teşekkür ederim. Salam aleyküm. Salam aleyküm. Necəsiniz? Keyfiniz əhvalınız? Gözəl məkan. Salam aleyküm. Bibilər necəsiniz? Sizi gözəl məkanda qarşılamaq bizim üçün çox xoşdur, əziz Öpürəm qardaş. siz, var olasınız. Allah sizi var eləsin. Maşallah. Necə gözəl yerdədir sizin məkan. Təbiətin qoynunda yerləşir. Gələn ayaqlarınız var olsun. Sağ olun. Necəsiz bibilər? Yaxşısınız? Sağ olun, Allah razı olsun. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Çox sağ olun. Nənəzən necəsiz? Sağ olun. Nənə ilə ver. Sağ ol, baba. Keyfin əhvalı necədir? Keyfin yaxşı olsun, sağ ol. Bax, burada Hə. adam qocalmaz. Ben qozalmamışam. Baba, maşallah cavan qızsınız. Ay sağ ol. Sən qurban olaraq. Necəsiz? Keyfiniz Sağ əhvalı ol, necədir? yaxşıyam. Elə sənə görə gəlmişəm bura ki, müşfiq çəkdirsə gələcək, o gedim mən. Can mənim ürəyim nənəm. Allah sizi var eləsin. Allah sizə can sağlığı versin. Sağ ol, sizi Tanış bilmirəm. olaq da adınız necədir? Adım Nazilə. Nazilə bibi. Şamaxının maraqlı yeməkləri olur. Bu kətəsi də xüsusilə maraqlı olur. Elə Şamaxıda nə vaxt qonaq olsaq, birinci bizə bu Şamaxı kətəsi bişirdilər. Kətəsi. Qutabıdır. Qutab deyirik də indi. Bəzi yer kətə deyir ona, biz isə qutab deyirik. Akif dayının yanındayıq. Deyim ki, məkanın çox gözəldir. Ləzzət axtarışında bölgələri gəzirəm. Gəzə-gəzə də, yəni bir Azərbaycanlı olaraq, bu elin obanın oğlu olaraq, qardaş, pulsuz, parasız reklam edirik ki, bu cəmaatımız gəlsin, əylənsin, dincəlsin. Elə yerlər var ki, dağın döşündə elə bir məkanlar var ki, o heç kimin xəbəri yoxdur. Şəhərdə yaşayan adamların xəbəri yoxdur. Mən gəzdikcə haranı gördüm, işıqlandırıram ki, qoy gəlsinlər, istirahət eləsinlər. Baxın bir dənə bir selfikalara bir dənə baxın. Görün nə gözəldir. Hamısı baxır dağlara. Bura baxın. Burada səhər yeməyi, samavar çayı yanında, bal qaymaq. Necə gedər səncə? Akif dayı, Acan. yerin doğrudan da xoşuma gəldi, bəyəndim. Bax, belə bir dənə deyim var da, deyirlər ki, çox bax, otellərdə yemək içmək yaxşı olmur da. İndi hər otelə aid deyil. Elə otellər var ki, oranın yemək içməkləri yaxşı olmur. İndi siz yaya necə hazırlaşmısınız? Biz yaya yüksək səviyyədə hazırlıq görmüşük. Yəni bizim məhsullarımız hamısı öz təsərrüfatımızın məhsullarıdır. Mal ətidir, quzudur, süd məhsulları hamısını özümüz belə deyim də özümüz istehsal edirik də. Sizin gəlişinizə də böyük məmnuniyyətlə o necə deyərlər, quzu kəsərəm sənə. Sizin üçün öz əllərimlə bir dənə quzunu kəsib, Bütöv. inşallah Bütöv bir quzu. quzunu kəsib, inşallah Eləməm. bir yerdə. Vallahi xəzalat. Xəzalat etməm. Estağfurullah. İnşallah xeyirli, uğurlu olsun. Yayda Çox da sağ sizə olasın. bol-bol müştəri arzu edirəm. Bir dənə deyəsən hovuzunuzun suyu qalıb, onu da doldurun, gələ arada çimək. İnşallah may ayının sonunda yay mövsümünə hazırlıq üçün basenin içində təmizlik işləri görülüb, mayın sonu suyunu dolduracaq Allahın köməyi ilə. Burada nə yeyəcəyik? Bu ləzzətli yeməklərdən dadarıq inşallah. Yeməklərdən biri Aha. quzu qolu, sarımsaqlı quzu qolu, xəmiraltı deyilir. Uy! Sonra şah pulovu quzu ətindən, quzunun yumşaq bud ətindən bişirilmiş şah pulovu olacaq. Bildiyimiz şahpilovdan söhbət Bəli, gedir, bəli. yoxsa biraz Şamaxıya məxsus şahpilovdan söhbət gedir? Bu bizim belə deyim də Şamaxıya yox, bizim istirahət mərkəzinin gözəl məkanının aşbazı tərəfindən icad olunub da özünün Nəsə o özünüzə dair bir şahpilovdur da. Aha, bəli, özümüzə biraz yöntəmini elə özümüzə tərəf belə ona adım qoyan Şamaxinski şahpilov. Olar elə də. Olsun. Bəs Sonra şapalaqdır. Şapalaq Bastırma. xahiş edirəm, yəni əl hərəkəti ilə danışmaya bilmirsən, çünki mən qonağam. İndi burada Gözümüzdə yeriniz var. Hə, şapalaqla dediniz ona görə Yox, biraz o şapalaqdan deyil. həyəcanlandım. Ha, Dedim birdən bir söz gəlir ki, əsəbləşərsiniz zaten. Dana qaburğasından hazırlanacaq. Şapalaq. Şapalaq bəli, saz içi
kərə yağda bişirilir, belə qəşəng qızardılır. Vay. Hə. Amma burada yeməyin başqa ləzzəti var. Bir dənə gözəlliyə baxın. Maşallah, maşallah. Gözəlliyə bax. Yəni belə gözəllikdə otlayan heyvanın əti dadsızmı olar? Ay, yox, heç cür mümkündür. Ay. İnşallah onda bu yeməklərə başlayaq. Çünki mən yavaş-yavaş Adamın ağzı ağzım sulanır. sulanmağa başladı. Ağzım sulanmağa başladı. Uşaqlar onda keçirəm bisetkaya. Bir dənə samavar çayı ilə çaykanın vafillərindən yeyim. Çünki dözəmirəm. Ondan sonra Ona qədər də yeməklər hazır olar inşallah. ləzzət axtarışındayıq, Şamaxıdayıq. Bəh, bəh, təbiətə bax, havaya bax, samavardakı çaya bax, ən əsası çaykaya bax. Fıstıqlısı, südlüsü, karamellisi, nə bilimi, bitməz, tükənməz qədər çaykanın məhsulları var. Mən bu çeşidləri saymağa başlasam, axşam olacaq. Ən yaxşısı açım yeyim. Birinci Şamaxı kətəsində adına baxaq. Nehrə yağıdır da bu da bibi. Şamaxının partlama qutabı. Vay, vay, vay. Qoy bunun sumağını da mən özüm töküm. Loğman belin ağrır Loğman. Nəsə vəziyyət o deyil. Sən kim demişdi ki futbol oyna? Ha, oturub çəkirsən. Ayaq üstə duramıram. Getdinən öz işinlə məşğul ol da. İşin nədir onunla məşğul ol. Futbol oynayır da indi dura bilmir. Ah, buna bax, buna bax. İndi bunu necə bağlayaq belə? Bu gözəl havada, dağlar qoynunda, bəh, bəh. Çox super, çox möhtəşəm. Bundan bir rahat 5 dənəsini yerdim, amma qabaqda quzu qolu var. Şamaxınski aş pilovumuz var. Rəfqa nənənin hazırladığı tat yeməkləri var. Birini yiyəcəm bəsdir. Bu bəsdir. Daha yeməyəcəm, yağlama. Yağlama yeməyəcəm. Yağlasın bunlar yiyəcəklər, yağlama. Meşədən çıxmısın? Özümdə adam kimi aparın. Lake City'də cəmi 30% ilkin ödəniş ödəməklə 60 aya qədər daxili ipoteka və 22 illik bank ipotekası ilə mənzillər əldə edə bilərsiniz. Bir də sizə deyim ki, 3-4 otaqlı mənzil alanlara 5 kvadrat hədiyyə. Gördüyünüz bu ərazi bir neçə ildən sonra böyük bir şəhərciyə çevriləcək. Arkada gördüyünüz boş ərazidə 9-a yaxın bina inşa olunacaq. İndi fikirləşin, bu böyük şəhərciyin sakini olmağa hazırsınızmı? Lake City, etibarlı və premium həyat tərziniz. Akif abi, bayaq ki dediniz o qırğın yemək bu da, ha? Bəli, bəli. Usta necəsən, nə var, nə yox? Siz necəsiniz? Keyfiniz əhvalı. Xoş Biz gördük, tanış sağ olun. olaq da sizlə də. Allah verən Vahabdır. Aha, Şad oldum sizi görməyə də. çox sağ ol əziz qardaş. Quzu pirzoladı, vişnəli, soğanlı, pendirli. Bu nəsə bir Şəxsən qeyri-adi bir şey deyil. Bizim restorana xas bir yeməkdir. Ha, bunu özünüz də belə Bəli, bəli, özünüz bəli. hazırlayırsınız. Bura sırf Şamaxı yeməyi sayılmır bu. Yox, yox, bu bizim restorana məxsus bir yeməkdir.
İçindəkiləri bir dənə denən də. İçindəki soğandır, vişnədir, pendirdir. Quzu pirzu antrikotdur. Çox maraqlı yemək oxşur ha. İnşallah dadına baxarsınız. Çox Ləzzətli yeməkdir. Aha, bax bu diqqətimi çox çəkdi. Pendirli, nə bilim, sarımsaq da var onun içində. Yox, yox. Pendirli vişnəli. Çox maraqlı yeməkdir. Bu yeməklərdədir. Maşallah kalan yemək var. Hazırda çevrilməsi gözlənilir, kəsiləcək yeyərsiniz inşallah. Bu şahbulovdur. Bəli, şahbulov. Həmin o dediyimiz içində o kətlərlə. Şabaldı, qaysı, kişmişi, soğanı, düyüsü. Yeyərsiniz dadına baxarsınız inşallah qiymət verərsiniz. İnşallah. Bu nədir usta? Bu sarımsaqlı quzu qoludur. Az öncə kəsdiyimiz quzudan. Sarımsaq bütöv qoymusunuz bunu. Bəli, bəli. Sarımsaq bütöv qoyulur. Sarımsaq. Sinirlərə bir dənə fikir verin. Ətdən aralanır da öyle. Yumuşaq, pambıq Gilə kimidir. Aha. Pambıq kimidir. Yeməkləri təqdim edəndə Akif mənim dediyim qəşəng bir dənə şapalaq, biraz diskindimi? Ha, bu şapalağı bizim Bakıda da bir neçə restoranlar var. Orada da bişirirlər. Allah hamının müştərisini bol eləsin. Amma rayonda kəsilən quzunun ocaq üstündə inandırım ki, sizi fərq edir dadda. Bir dənə buna baxın. Bax, ocaq üstündə qardaşımız Şapalaq. Dana şapalaqdır. Akif dayın şəxsən öz fermasından olan danadır. Ay, vay. Bu yağ hamısı onun özünün yağıdır. Quyruq yağı və dananın öz yağı. Yağda bir şey. İnşallah təzyiq qaldırmaz. Mənim işim nətər orada? Aşmam, siz hər ehtimala mənim üçün bir 10 dənə limon aldırın. Varımdır, getirmişəm. Lənkəran limonudur. Doğrudan sən? Bəli. Hala. Bu nədir? Akif dayı. Ay bəli. Aha, bunlarla bu. Əsas ən ləzzətli, dadlı yeri vişnəsidir. Vişnəsidir. Bəli, pendiridir. Çox gözəl. Bunu ver, onu yeyim. Sizin elə Muş olsun. mübarək buyurabilirsiniz. əllərinizdən bunu alıram. Öz kəsdiyim quzudur. Müəllimin öz kəsdiyi quzudan. Bax, qəşəng vişnəli, mişnəli. Vay. Bu nədir? Muş olsun. Bir ləzzətinə baxın, dadına baxın. Əsl ləzzət odur. Bu necə dadlıdır. Mən inanıram ki, ləzzət axtarışının bu bölümündən sonra bu vişnəli can əti var idi. Şəhərdə yəni yirdik. Bu bölümdən sonra bu qabırğalı, vişnəli və pendirli. Bilmirəm, indi bəzi restoranlar indi deyər ki, bizdə var bu. Amma mən çox restoranlarda otururam, çörək yeyirəm. Vişnəlisini görmüşdüm, amma qabırğa yox, belə tikələri görmüşdüm. Pendirisini görməmişdim. Çox dadlıdır. Və əziz tamaşaçılarımız, inandırım ki, sizə heç vaxt sizə yalan danışmıram. Deyirsiniz ki, nə oldu? Bu hər dəfə gedir, hər yeri tərifləyir. O tərifə layiq olmayan yerlərə getmirik ümumiyyətlə. Çünki biz qabaqcadan araşdırırıq, oranın mətbəxini, oranın təbiətini, getdiyimiz yerin təmizliyini, hər bir şeyinə əmin olub sonra gedirik. Onun üçün də heç reklam xatirinə yalandan demirəm. Bu möhtəşəm peçat. Lavaşla istəyirəm bax, bunun dadına baxmaq. Vişnəsini, pendirini yoxlamadı. Hə. Ən ləzzətli yeri oradır. Bax bu vişnəni pendiri yoxlamaq istəyirəm. Vişnə ilə pendiri. Çox belə gözümə yaman dəydi. Onda bir dadına baxım. Çox möhtəşəm. Loğman, bölündən əziyyət çəkirsən bu dəqiqə. Bölün. Falan, sınıfı var gibi.
O bu dəqiqə dikələcək indi. Düzəlir, yox. Düzəlir. Bombam düzəlir. Hasib müəllim. Gecə sorumuza da bir. Bir dənə bunun dadına baxın. Təşəkkür Bu edirəm. vişnə, pendir. Çox dadlıdır ya. Yəni belə bir dad görməmişəm. Dözə bilmirəm. Bunu gördüm. Bunu yeməliyəm. Buna baxıb qalmışam. Bu dağların otunu, suyunu içən kuzu. İnanırsan qonşu, arvad mənə yaman sıxır. Dünən maaşı almışam. Bütün pulumu əlimdən alıb, uşağın pal-paltarı, nə bilim, evin qap-qacağı. İndi mənə bu boyda siyahı çıxarıb get bazarlıq elə. Cibimdə də 70 manat pul var. Sən xəbərin var ki, Ovada hər ayın əvvəlində maaş alanlar üçün xüsusi endirim var. Qaynatın təqaüd alır. Alır. Ayın axırı da təqaüd alanlar üçün endirim var. Ümumiyyətlə, Obanın həftə sonu, həftə əvvəli, ayın ortasında hər vaxt endirimlər var. Bax şirniyyata, merməyə. Doğrudan deyirsən? Canım üçün deyirəm. Mən getdim onda qoyum. Qonşu, əməlli bazarlıq eləmirsən ki. Qonşu, arvad deyən hər şeyi aldım. Hələ 20 manat da qaldı, gedirəm çayxanaya Dəmiröyə, gəl dalımca. Onda mən də 2 dənə çörək alım, evə verim, gəlirəm. Beni benden alırsan, seni sana bırakmam. Yanı başımda olsam bile, bir adım bile atmam. Kadrimi, kıymetimi, sana olan sevgimi hala sen bilmedin. Çünkü sen bundan sonra da işte bilmeyeceksen bir tane kutab saxlamamışsan orada bayaqdan yiymişsən hamısını. Necəsən? Sağ ol, siz necəsiniz? Yaxşısan qardaşım. Ruslan qardaşımızın keyfi. Xoş gördük. Necəsən? Keyfin əhval necədir? Şükür, əla, sizi gördük, lap yaxşı olduq. Ruslan qardaşımızı mən Xalq Ulduzundan tanıyıram. Bəli. Orada yarışmacılardan olub. Əslində sən Şamaxılısan. Bəli. Şamaxı belə səslərin məskənidir. Bilirsiniz nə qədər Şamaxıdan bizim gözəl ifasılarımız var. Buranın bilmirəm havasındandır, suyundandır, partlama qutabındandır, bilmirəm nədəndir, amma buranın səsi əjdahadır. Göründüyü kimi gözəl təbiəti, gözəl bulaqları, dahilər gördü Şirvanımıza, şairlər vətəni Şamaxımıza xoş gəlmisiniz. Sağ ol qardaşım. Həmişə xoş günlərdə görüşək. Öpürəm səni, var olasan. Biz də bu günləri ləzzət axtarışında Şamaxının gözəl dadlı yeməklərindən yeməyə gəlmişik bu məkana. Hələ buradan sonra bir məkana da gedəcəyik. İndi o məqamdır ki, qəşəng o ifalarından elə, həm də hava da gözəldir, məkan da gözəldir. Bir dənə qəşəng oynayaq ləzzətli. Ondan sonra o budu sökək də. Yüreğim Şamak öldüre, yüreğim Şamak Gel abi, gel. Derdime eyle elaz, yüreğin bağışlatar. Açma istiyor. Yüreğin bağışlatar. Çayın ver, senden alır ilhamı. Haşa, sen de gel. Suyunda şerpan kapır elhamı. Alanların mehribandır olan senin şirindir. Güzellerin bir bakışla salcan
Bu bizim Şamaxinski şah plovumuz. Bəli. Aç mənim, hava bugün elə gözəldir. Elə bir ki sizin bizim bəxtimizə. Sizin gəlişiniz naminə Allah Taala bu gün havanı da gözəl elədi. Maşallah. Yəni nə yağış, nə bir şey heç nə olmadan. Bəh. Mən üzr istəyirəm xanım. Bunun bu suyunu mən stəkana süzərsiz içəcəm. Yağını, Hə. bunun yağını içsəz siz necə olarsınız? Nətər olacaq ki? Yaxşı olmaz Təzə göz Smərək. qalxar ya orada. Sizə mən necə olacam? Aha, şah plovumuz. Bəh. Gözəlliyə bax. Qarasından, quzu ətindən. Ala bunun qoxusuna bax. Vay. Baxın görün necədir. Dağlardan çiçəklərin qoxusu bir tərəfdən, şah plovun qoxusu bir tərəfdən, belə ağaclar da bir tərəfdən. Neyim mən? Buna əlcəyin Şapalaq istəyir. Şapalaq əlcəyin taxıb gəlir bura. Vay. Hamınız yiyəcəksiniz. Sağ olsun bizim Akif müəllim də öz məkanında, gözəl məkanda bizim üçün yəni hədsiz dərəcədə çox bişirib yeməyi. Hələ bilmirəm biz birazdan Rəfiqə bibinin evindəki yeməkləri necə yeyəcəyik. Getməsək bibi bizdən İnciyər. Onun üçün də elə bunların az baxırıq yeməyinə. Yeməklər çox bişir. Hamı burada yeyir yemək. Yəni elə bilərsiniz ki, mən yemək yedim, heç kəsə vermədim. Yəni belə şey deyil. Akif müəllim, hamı yemir yemək. Yeyəcəklər inşallah. Hamı yeyəcək. Hamı növbə Hamıya yanında çatacaq. gözünü çəkdik şeydir. Verişimizi çəkər inşallah. Əlcəyi ilə deyəni burada. Şapalaq istəyir ya onu. Allah o şapalaq istirdi oradan. Ye bir dadına bax ha bunun. Nuş edin. Siz də nuş edin. Bəh. Özünün o tikəsindən də ayrım burada. Allah ləzzətli. Bəh. Yeriniz məlum. Yeriniz məlum. Ne güzeldir ilk bahar, dodağında güneş var. Yeriz mənim uşaqlar, şah pulov, qırğın. Çox dadlıdır ya Akifəm. Vallah deyirəm, canım üçün çox dadlıdır, çox ləzzətlidir. Allah. Şapalağı da yiyəndən sonra elə burada bircə saat necə yataram? Oy da, necə yataram? Təmiz havada. Bax burada heç nə yox, heç belə beton üstündə. İnan, elə yataram mışıl. Havana da. Şabalıtı qoyun bu lavaşın ortasına. O belə qəşəng. O belə. Belənsə yiyim görüm bu necə dadı. Ağlarsan anam ağlar dərdindən. Süper. Düşünməli. Bəli. Əsl şapalağın vaxtıdır. Xahiş edirəm. Yox, bu şapalaqdan deyil. Gözəl şapalaq. Yemək şapalaq. Bəli, yemək şapalaq. Onun dadına baxın, görək necədir. Ay, bunlar da mən süfrədə bir yerdə çörək yeyir sonra şapalaq. Yox, biz o şapalağı bilmirik. Bizim əsl şapalağımız budur. Onda mənə bir dənə şərait verdim. Bu qazlı sudan balaca. Oy.
Şapalaq. Gözəl şapalaqdır. Şapalaq. 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 Əsl şapalaq. Bunu hardan başlayayım düz olsun Aşmər? Tikə olan hissədən. Bu hissədən Bəli, başlayayım. bəli. Bu hissədən başlasanız ən dadlı, ləzzətli yeri oradır. Uşaqlar, mən bu şapalağı buradan işğala başlayacağım. Gönlünüz məndə olsun. Oy. Oy. Bu nə tikalardı? Bu necə bişib? Bu nə daddır? Hiçbir şeyle olmadı bu kanlarından ha. Hala. Köymüşeler saçıdır Gülistan'ın direği Şirvan'ın tacıdır Gülistan'ın direği Şirvan'ın tacıdır Pir kulun havası Dertlerimin derması Güzel mekan almasın dertlerimin devası. Vay 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 bu neydi? Bu şapalaq, yaman şapalaq idi ya. Yaman şapalaq idi ya bu. Üzüm qıpqırmızı olub mənim uşaqlar. Bunu təzimdən doğrudan qalxıb. Şapalaq yeyəndən sonra Belə, qızardı. belə oldu ha. Şapalaq qızardı. Bir dənə bu limonlu sudan içim uşaqlar. Akməlim, bu günün qızartısıdır görəsən, yoxsa bu şapalağın? Elə biləcəklər doğrudan şapalaq olub. Yox, yəqin ki, şapalağın qızartısıdır. Ləzzətli olub da ona görə. Çox ləzzətli idi. Doğrudan deyirəm ki, çox Halal ləzzətli idi. xoşunuz, halal xoşunuz. Əllərinizə sağlıq. Çox sağ olun belə qonaqpərvərliyiniz üçün. Var olasınız. Sağ Allah sizin də işlərinizi uğurlu eləsin. İnşallah yayda da
Sizə bol-bol müştərilər arzu edirəm. Çox sağ ol, təşəkkür edirəm. Gözəl Ay, məkanlar. Akif müəllim. Bəli. Burada nə qalıb? Quzu, Sarımsaqlı quzu qolu. sarımsaqlı. Ay ay. Ay anam 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 anam. Dadına bax ha. O da bu Onlar nə? sizə kömək eləyim. Götürün. Bunu hardan başlayım mən? Sümük aralanır, elə çəkin eləncə götürün onu. Ay maşallah. Oy. Mən bəs edirəm. Oh ay. Akif müəllim. Mən istəyirəm bunu götürüm. Bax düşün bu dağların ətəyinə. Orada bir dənə ağac tapım, o ağacın dibində bunu mırıldaya yiyeyim, belə mırıldaya. Nə deyirsiniz? Heç əziyyət çəkməyin ora getməklə. Rahat burada yeyin də. Ən ləzzəti burdadır. Bilirsiniz nəyə görə deyirəm? Burada müştərilər var. Deyirəm burada mırıldasan birdən bunlar qorxmazlar. Yo. Ha? Yo, elə şey. Ona öyle bak. Ben mırıldım biraz pisti ona. Ne yapalım? Ət o kadar yumuşak, adamın mırıltısı diyen diye öyle sakitleşsizdi ben. Merhaba. Sarımsaqlı quzu qolu. Sağ qoldu yoxsa sol qoldu? Bu hansı qoldur görürsən? Fərq etməz. İndi qoldur da. Biri sağ, biri sol olur. Mən də sağ qoldum. Mırıldamam gəldi yenə. Tavana aparacağım. Otlar da xüsusi dad verib ağır. Demək gəldik Rəfiqə bibicinin yaşadığı məhəlləyə. Ay bibican! Vay bibican! Balası xoş gəlmisən, ha bala. Xoş gəlmisən. Talış balası deyəcəm. Həmişə siz gəlin. Sağ ol baş. Necəsiz? Yaxşısınız, gəlmisiniz. Gəl. Xoş gəlmisiniz Müslüm müəllim. Həmişə siz Necəsiz? Keyfiniz ahval. Salam mələkəm, necəsiz? Vəziyyətlər necədir? Yaxşı, çox sağ ol. Yaxşısınız. Salam mələkəm. Siz necəsiz? Siz xoş gəldiniz. Sağ olun. Siz gələsiniz. Sağ ol ay bibi. Tanış balası. Tanış balası. Sənin yaşadığın evdir bura. Bura. Tanış elə də bizi bibilərimiz kimdir bəs? Bu qohumdur. Qohumdur. Ha, o da kişinin, rəhmətli kişinin bibisinin balaları, əmsinin nəvələri. Qardaşımız və xanım. Xanım. Yoldaşı. Və O da mənim eltim. Oturan. Aşpaz. elti. Dəmirçilər aşpazı. Elti. Kəndin aşpazı. Nə siz bacısınız? Sizə O da mənim balaca bacım. balaca bacı. Sən böyük bacısan. Mən böyükdən də olub. Səndən də böyük olur. Mən ekizəm özü də, eki bacı. Əkizsən. Öküzəm.
O bir tayhanı bəs. O da Bakıda olur onlar. İndi gedib nəvəsinin biraz qızına da əsgərlikdədir. Biz 5 bacı olmuşuq, 4 qardaş. Ne oturacak? Uşaqlarım 8 qızım var. Azca. Maşallah sən qəhrəman anasan ha. Doğrudan. 8 dənə qızım var. 8 də. Oğlan yox. Allah hamını saxlasın. Hamısı da köçürmüsən gedib. Hamısı da sağlam sapasaq gediblər ailə qurublar bas. Aha. Bu tərəfdə, o tərəfdə hamısı. Kişi bardadır. Kişi o da gedib yuxarı. Bir ildir. Sanki bir oldu. Ha, Ya bizi bəyənmədi, çıxdı getdi də bu yaşda. Dedi koçey. Can, Allah rəhmət eləsin. Yuxarı qəbirstanlıq da onu deyir. Allah rəhmət eləsin. Allah eləsin. Allah sizə can sağlıq versin hamınıza. Sağ ol. Amma əsas odur ki, o 8 dənə qızın hamısını köçürdü, belə xoşbəxt. Nəvə nəticələrim var. Və nəvələr nə qədərdir? Nəvələr- 8 dənə qızım varsa nəvələrim 11 nəticəm var, 17 nəvəm var. 11 dənə nəticə. 11 nəticəm var, 17 nəvəm var. Kötücən yoxdur? Kötücə yoxdur hələ. Yox, getmirlər də, getsəydi olardı. Canım, şirin nənəmiz bizim də orada. Qızlar tez getsəydi olacaqdı da, nəticəm Bu əvvələ qızlar tez gedirdi, indi gedmir. İndi qızlar Yaxşı, bəyənmir. Hamısı gedib, hamısı qalacaqdı indi zamanla da üstündə. İndi bəyənmirlər, oğlan bəyənmirlər, oğlan da qız bəyənmir. İndi bizən İndi götüb qaçırlar, uca dəb düşdü daha, biz heç kimi qaçırlar. qaçır. Yox, indi qaçmırlar. Arda, sən günə bizim kənddən elə beşi qaçırdı. Qaçırdı. Allah xoşbəxt eləsin. Mən də qaçmışam da, 16 yaşında nişanlanmışam, o 7-də qaçmışam. Ürəkdir bibim. Oradan gəlmişəm. Mənə baxayım. O başdan bu başa. Kəndin o başa. Kəndin o başından. Hə, kəndin o başından bura gəlmişəm. 16 yaşında. 16 yaşında. Onda bibicən sevmisiniz də. Mən Sumqayıtda olmuşam. Gəlmişəm burada. Kişinin gözü düşüb, belə evlənmişəm. Kişinin gözü düşür. Doğrudan bugünkü bizim Şamaxı səfərimiz möhtəşəmdir. Allah bütün əziyyət çəkənlərin canını sağ eləsin. Həm yeməklər super oldu. Həm Akif müəllimin qonaqlığı əla oldu. Yəni oradakı yeməklər möhtəşəm idi. Həm də ki bizim bibilərimiz, düzdür buradakı yeməklərin dadına baxmamışıq. Bibilərimiz də maşallah olsun, hamısı gülər, üz, deyən, gülən. Bu gün sonluğu bitirəcəyik Rəfiqə nənənin evində. Rəfiqə nənəgildə yekunu verəcəyik. Rəfiqəm mənəm. Ancaq siz gəlirsiniz Adilə nənəmin həyətinə. Onun həyətinə təşrif buyurmusunuz. Adilən, siz Bacım kimdir? Yəni siz kiçik bacısısınız da. Bəli, ona kişi bacıyam. Balaca bacı. Onun için aramız Amma balacası sizin oldu. adınız Adilədir. Onda biz səhv demişik. Adilə nənəgilin həyətinə gəldik. Biz elə ki əvvəldən el deyirik Rəfiqə nənəgilin. Düzdür, sizin də nəvələriniz var. Allah sizə can sağlığı versin. Sizin nəvələriniz var. Amma sizin həyət deyil. Adilə nənənin həyəti. Bacım gelin. Adilə nənəm. Adilə nənəm. Mən bacısının adını demişəm, amma bacısı da elə nə olsun bu həyətin elə nənəsi sayılır, bu həyətin adamı sayılır. Burada olurlar. Nə bişirmisən mənim üçün? Sən üçün? Qədimi xörəyimizdir, nun qatığı. Qədimi xörəyimizdir. Nun qatığı. Nun çörəkdir. Bu qatığı nədir? O qatıqla bağlıdır. Qatıq belə ki, yəni istadan da qatıq, bizdə elə deyirlər də qatıq. Nun qatığı. Nun, yəni ki, çörək doğrayırsan, bizdə o xörəyi bişirirlər quru olanda da. Nun taridir. Əsl adı. Əsl adı nun taridir. Üstünə döylərdə, o vaxt heyvanlara çox idi çətdə. Ailələr çox idi, böyük idi. Tökürdü, çörək hamısı doğrayırdı boşqaba, Aha. qəşəng. Ondan da təkidlə üstünə hamısı doyurdu, istəsə durub gedirdilər. Ona görə də sağlam qalırdılar da. Sağlam qalırdılar da. İndi biri ət deyir, biri toyuq deyir, biri nə bilmədi, biri kapasa deyir, biri saseska deyir. Onda hamısı otururdu ailə, ağ süfrə, sərirdi qəşəng. Yaşayırdılar. 11-12 baş ailə, bir dənə kişi, bir dənə xoruz kişi. Xoruz kişi. Bir dənə xoruzçu. Ürəkdir. Deməli, nuqatqı, Nuntari. nutari. Nuntari. O bursu nədir? O belə elə ətdir də. Çünki o, bilsən bizdə toyuq ətində o vaxt yenə sulu bişirirlər, ancaq üstünə yumurta vurulurdu. Sonra kələm dolmasını, qabaq tikəni bişirərdik. Tikəni qoyardıq dolmanın altına, sonra dolmanı düzərdik. Bax, onu dolmadan sonra onun üstünə biz
almanı doğrayırdıq. Qəşəng onun üstünə dilimləyib qoyurduq. Heyvanı dilimləyib qoyurduq. Qəşəng dadlı bir dənə kəlam dolma alınırdı. Sizin özdə o tat dolmasının içində bildiyim qədər şey olur. Turşu qoyulur. Yekə turşu qoyulur. Bəli, bu özümüz qurutduğumuz Çiftlərin turşular. içinə qoyurlar, ondan. Çiftlərin qoyulan həmin turşudan, bəli, ondan istifadə eləyirik. Aha, indi biz Nənə məyər ki çörək yapıb kəndə. 47 il çörək yapmışam. Aman, buna. Bəh. Çörəklərə bax. Nə, bundan verəsən mənə gedəndə aparım evə? Qurban demələr çörəyə əlbəttə çilmişlər. Ha, aparasan bunu bu çörəkdən aparasan. Gör necə çörəyin iyi qoxusuna bax. Bəh. Bu çörəkdən necə gözəl qoxu gəlir. Tüm qonşuların çörəyini mən yapırdım. Bu nədir? Səməni halvası. Səməni Bəli, halvasıdır. səməni halvasıdır. Çox çətinliklə ərsəyə gəlir. Ha, bu Böyük halva. zəhmət tələb eləyir, bəli. Böyük zəhmət. Biz onu məsəl üçün 10 ilə buğdanı isladıb göyərtməyi, onun sonra maşında, əl maşında çəkilməyi, onun suyu ilə 12 kilo təxminən onu töküb onu xəmir yoğururuq. Ancaq buğda suyu ilə. Sırf buğda suyu ilə. Sonra ona tökürük 3 kilo yağ, böyük bir tiyana, onu asıl bir qarışdıranı var. Onu qarışdıraraq 5 saat keçir dayanmadan səməni Bir də halvası onun ərsəyə gəlir. dadına baxım deyirəm. Özlərinin hazırladığı səməni halvası. Qəribə bir ədviyyatların dadı var burada. Çox ədəbiyyat. Bir kasa biz ona ədəbiyyat tökürük. Bu səmənidən bizim cənubda da hazırlayırlar. Bəli. Amma o sulu olur. İçinə də fındıqlar tökülür. Sulu olur da verənsinə bir kaşa kimi. Demirəm pəs, o sulu olur, bu bərk olur, içi cürdür. O səmənidir. Ona səməni deyirlər, buna səməni halvası deyirlər. Yeməklər hazırdır da. Nənə. Adilə qız, adilə, məni salmısan dilə. Adilə qız, adilə, məni salmısan dilə. Vay. Gəl ay, gəl. Quda da gəlsin də, siz də gəlin. Kim gəlir gəlsin. Kim gəlir gəlsin. Gözəlliyə bax bir dənə, gözəlliyə bax. Göstər bir dənə bunu. Göstər bax. Gör necə gözəl insanların ətrafında oturur. Mən də elə qadınların arasında otursam elə mən də yaxşı olurum. Canımsan mənim, canımsan. Allah sana ömür versin. Sizə də, O gün olsun sənin gələk burada 100 illiyi qeyd edək. İnşallah. Ha, indi biz hansı yeməyin dadına baxacağıq? Hansınızın? Nuntarının. Nun tari. Hə. Nun tarinin dadına baxaq çünki o nun tari ilə ümumiyyətlə tanış deyiləm. Maraqlı mənə görə necədir bu Dədə nun baba tari? adəti. Dədə baba adəti ilə Adəti. nun tari. Aha. Bu deməli ən məşhur Məşhur. yemək nun tari. Uşaqlarımız onu ilə böyüyüblər. Nun tari ilə. Məktəbdən gəliblər, tökmüş yeyiblər, haydi hərə öz işini dalayacaq qızlar. Sonra salatımız, talış balası bax o olub, bax de bu. Soğan, üstündə də ziriş. Hə. Mən xoşlayıram soğanı narla, amma soğan Bizdə də zirişlə. Bizdə zirin yox. zirişlə. Biz onu həm mürəbbəsini bişiririk. Özümüz Həm yuyuruq, quruduruq, özümüz həm də yuyuruq. eləsinə salat Bax eləyirik. o da dədə babadan yadigardır bizə. Bu bir də nun xadinin dadına baxın. Nun tari. Nun tari. Ha? Ələnimi içinə içindir. Ne maraqlıdır. Geç bu. Nun tari. Zeytin bayağı yerməz. Duzu azdır. Nane. Kartoşka. Ha, bir de içinde yumurta var bunun. Hə, buna yumurta vururlar. Mənim maraqlı gəldi bir də bu zirincdən. O ailə qani olurdu yeməklə, otururlar səssiz, səmirsiz. Küsməyi nə edir? Amma bunu yemirəm, onu yemirəm. Elə şeylər yox idi onda. Ha, indi var. Məktəbdən gəlirdilər səssiz,
Sumkaların qoydur hamısı süfrənin qırağına. 2 qazan qoydum. Ha. görürsün. Allah'a and olsun. O demirdi ki mən onu yemirəm, o demirdi ki mən onu yemirəm. Səssiz oturub yeyirdilər. Bir dəfə bilmirəm qızların hansı. Kələm dolma bizə taxtada döyülür. Ha, Bizə taxtada. maşın olmayıb. Sonra aldıq da maşını sonra aldıq. Və Bütün ətlərimiz taxtada döyülür. bilmirəm qızların hansı keçdi. Durdu getdi dədə. Galoşi koydu boşqabın içinə çəkildi koydu qabağına. Baxdı belə gördü ki boşqabdır. Də galoşi koyub boşqaba. O di bu di nə çüstü nə heç nə. Ha, bax bizcə də o qızların bilməm hansı çüstü. Bu dolmanın qırağındakılar nələrdir? Bunlar nədir belə? Heyva, bir də alma. Ha. Üstünə Aa, doğrayırsan. heyva alma. Kələm dolmasının üstünə heyva ilə alma vurursunuz ki dadlı olsun da. Çox qəşəng bir dənə dad verir ona. Çox qəşəng. Deyirlər ki, bu tat dolmasının içində şey olur. Alça. Alça qoyursunuz. Özümüz quruduq özümüz. Yox, onu bozbaşda qoyurlar da. Siz amma Bütün dolmalar. Hətta yəni kələm dolmasına mütləq işlədirik. Atırıq. O da eləçidən də atırıq biz. Başa əsas alça turşusu vurursan. Ha. aha, Alça yox, alça turşusu vurursan. o ayrıdır. Hə, o ayrıdır. Alça turşusu vurursan bozbaşa. Açaq baxaq buna. O da o tərəfdə. Biz kələm dolmaya qoyuruq. Ha, beləsinə Ha. ortasına qoyursunuz bunu. O qurit alçadır. Ha. Tapdım elə onu. Alça da üstündədir. Alça da üstündə tapdım onu. Mən də sənə üçün patarka verirəm Allah. Bu nədir bibi? Sənin üçün. Adva. Bu mən sənin üçün padarka etmişəm. Evi yoxdur, sən də qəribdən gəlmişsən bura. Mən də sənin üçün patarka verim. Bu saat nəsə bir tarixçəsi var. Bunu alıblar sənin üçün Yox, yoxsa özüm almışam. Özün almısan? Özüm almışam. Həqiqi öz pulumla, öz zəhmətimlə, öz maaşımla, öz pensiyamla. Bibim mənə hədiyyə verdi, saat belə qolbaq. Sən əmin ol bunu səndən ömürlük yadigar saxlayacağam. Saxlayırsan, verərsən, ayaq oğlum var, verərsən sonra oğlum Var. Bunu Allah səndən saxlasın. Sağ ol. Allah sizinkilər də Verərsən sağ oğlu olsun. Bu saatı bilərciyi səndən yadigar oğlu, saxlayacağam Allah qoysun. bir ömür boyu. Amin, amin. Allah Gör nə gözəl bibidir bu. Gör nə gözəl bibidir bu. Sağ ol. Allah sizi var eləsin. Gözəl nənəm, gözəl bibim. Bizim də sənə balaca bir hədiyyəmiz var sponsorlarımızdan. Xatırladım ki, layihəmizin baş sponsoru Lake City yaşayış kompleksidir. Və sponsorlarımız nənəcan, Can nənə. dadlı ləzzətli Çayka şirniyyatları. Bizim çaykamız və qənaətin məkanı, hər kəsin seçimi Oba Marketlər şəbəkəsindən belə gözəl hədiyyələrimiz də var. Bibican, bu mənim bibimin hədiyyələri. Belə ürəyincə oldu. Payınız çox olsun. Sağ olun, Öpürəm. sağ olun. Allah sənə can sağlığı versin. Sənə də. İnşallah yubileylərində, ad günlərində bizi yaddan satma. Allah qoysun. Biz səni həmişə gəlib görməyə sevinirik. Oktyabrın 16-sı. Oktyabrın 16-sı. Uşaqlar, Oktyabrın 16-sı İnşallah ləzzət axtarışına verişi komandası olaraq nənənin ad gününü bir yerdə qeyd edəcəyik. Sağ olun. İnşallah, inşallah. Söz verdik. Söz. Öpürəm, var olasınız. Çox sağ olun. Baş sponsor Lake City yaşayış kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.